Salam dəyərli yoldaşlar. Bugün sizlərlə həmcins üzvlər haqqında danışacağıq. Deməli, həmcins üzvlər. Biz bilirik ki, həmcins üzvlər eyni suala cavab verən, eyni cümlə üzvlərinə çıxış edən sözlərə həmcins üzvlər deyirik. Ümumiyyətlə, həmcins üzvlərdə balaca məqamlara baxacağıq. İlk növdə onu deyək ki, həmcins üzvlər əsas xüsusiyyəti odur ki, eyni suala cavab versin, eyni suala cavab verməyə də bilər. Əsas odur ki, eyni cümlə üzvünə aid olsun. Məsələn, deyirəm ki, Əli gəldi, Vəli getdi. Deməli, burada gəldi kim Əli, getdi kim Vəli. Görürsünüz, iki dənə mübtəda, iki dənə xəbər işləmi. Deməli, hər bir mübtəda ayrı-ayrı xəbərlərə aiddir, xəbərlər də ayrı-ayrı mübtədalara aiddir. Əli gəldi xəbərinə aiddir, Vəli mübtədası getdi xəbərinə aiddir. Deməli, burada həmcə üzvü işləmir. Çünki hərəsi ayrı-ayrı cümlə üzvlərinə aiddir. Amma belə yazsam, Əli və Vəli gəldi. Deməli, burada nə işlənib? Gəldi kim? Əli və Vəli. Həmcins mübtədalar işlənib. Çünki eyni xəbərə aiddir. Sonra, məsələn, ən çox təyinlərdə biz görürük. Məsələn, maraqlı kitab və yaşıl çanta aldı. Aldı nəyi? Kitabı və çantanı. Necə maraqlı kitab, necə yaşlı. Görürsünüz, hər bir təyin fərqli tamamlığa aiddir. Deməli, bu təyinlər həmcins ola bilməz. Çünki ayrı cümlə üzvünə. Məsələn, burada tamamlıqlar həmcins kimi işlənə bilər. Çünki eyni xəbərə aiddir. Amma təyinlər həmcins cümlə üzvünə işlənə bilməz. Çünki nəyə aiddir? Fərqli cümlə üzvlərinə aiddir. Yəni, təyinlər həmcins təyin olmaq üçün eyni cümlə üzvünə aid olmaq vacibdir. Sonra, həmcinslik var. Məsələn, həmcins var ki, məsələn, elə sözlər var ki, məsələn, bir-birinə həmcinslik yaradır. Həmcins cümlə olmur. Məsələn, yaxşı və ağıllı. Ağıllı insan olmaq vacibdir. İnsan olmaq vacibdir. Burada vacibdir nə? Yaxşı və ağıllı insan olmaq. Burada görürük biz məsələ tərkib burada. Amma yaxşı və ağıllı görürük ki, burada həmcinslik yaradır. Deməli, burada həmcins sözlər var. Həmcins cümlə özündən burada söhbət gedə bilməz. Sonra, bir də ki, həmcins cümlə özü suala eyni olan üçün tamamlıqlarda müşahidə olunur. Məsələn, deyirəm ki, kitabı ona verdim. Verdim. Nəyi? Kitabı. Kimə? Ona. İki dənə tamamlıq işləm. Amma bunlar həmcins deyil. Görürsünüz, suallar nəyi? Kitabı. Kimə? Ona. Hərəsinin sualı fərqli. Deməli, sualı fərqli olan sözlər nə ola bilməz? Həmcins ola bilməz. Yəni, həmcins cümlə özü ola bilməz. Sonra, zərflərdə müxtəlif zərfi məna növünə aid olan sözlər həmcins cümlə özü zərfli kimi çıxış edə bilməz. Yəni, həmcins cümlə özü olur. Məsələn, ucadan xeyli danışdı.
xeyli danışdı. Baxın, danışdı. Nə qədər danışdı? Xeyli danışdı. Necə danışdı? Ucadan danışdı. Bir təzəkə zərfdir. Bir də ki, kemiyə zərf. Zərfliyidir daha doğrusu, Yəni bu zərfliklər nə ola bilməz? Həmcə cümlə çıxış edə bilməz. Çünki ayrı-ayrı zərfliyin məna növlərinə aiddir. Deməli, bunlar həmcə cümlə ola bilməz. Sonra biz dedik ki, suallara həmişə eyni olmalıdır. Fərqli də ola bilər. Daha çox təyində müşahidə edirik bunu. Necə? Məsələn, evdəki və maraqlı evdəki və maraqlı kitabını getirdi. Neyi? Kitabını. Hansı kitabını? Evdəki və necə kitabını? Maraqlı kitabını. Bizdəki dakdakı nə transferdə, yəni hansı sualına cavab verir. Yəni bu tür istisna hallarda suallar fərqlənə bilər. Sonra qeyri-həmcinslik var. Qeyri-həmcinslik, məsələn, qeyri-həmcins təyinlər arasında olur. Qeyri-həmcins təyinlər o deməkdir ki, təyinlərdən biri o birini təyin edir. Məsələn, böyük, əzəmətli. Böyük, əzəmətli bina. Məsələn, əzəmətli bina. Bina, necə bina? Böyük, əzəmətli. Burada aralarında ümumiyyətlə qeyri-həmcins təyinlər arasında vergi işarəsi qoyulmur. Bunlar arasında əsasən yanaşma əlaqəsi vardır. Birinci təyin, aslı təyin, ikinci təyin, əsas təyin kimi işlənir. Yəni, bu birinci təyin, ikinci təyini təyin eləyir. Yəni, bunlar arasında vergi işarəsi işləmir. Bunlar arasında yanaşma əlaqəsi var. Yəni, qeyri-həmcins təyinlər sayılır. Yəni, bu ümumiyyətlə bizdəki təyin əsas tərəfi o vaxt olur ki, qeyri-həmcinslik yaradanda birinci təyin, ikinci təyindən asılı vəziyyətə düşür. O zaman təyin ikincisi əsas tərəf kimi çıxış edə bilir.